Mətnə əsasən yanlış informasiyanı tapmalıyıq. Başlayaq. Deməli, burada qeyd olunur ki, deməli, Amerikanın shoppingdən daha çox təsiri mövcuddur. Bəli, bu cümləyə fikir verək. Amerikanın təsiri, yəni sadəcə shopping məsələsi deyil. Deməli, bu tamamilə doğrudur. Shoppingdən daha çoxdur. Bu truedur. Bizdən yanlış istəyir. Deməli, Kanadada yaşamağın yüksək deməli qiyməti nəyin nəticəsidir? Yaxşı rifah proqramlarını maliyyələşdirmək üçün tələb olunan yüksək verginin nəticəsidir. Bununla bağlı cümlə burada var. Baxın, but good welfare service have to be paid ödənilməlidir. For by high tax yüksək vergilərlə ona görə də deməli Kanadada the cost of living in Canada is high. Deməli yaşam dəyəri çox yüksəkdir. Bu tamamilə doğrudur. Eyni şəkildə deyir ki, Kanadalılar üçün, yəni Amerikalı olmaqlarındansa Kanadalı olduqlarını demək daha ümumi bir haldır. Bəli, yuxarıda lap əvvəldə deyir ki, əgər siz soruşsanız ki, Amerikalısan, o da dərhal cavab verəcək ki, xeyr, mən Kanadalıyam. Deməli, bu da tamamilə doğrudur. B variantında Kanadalılar metr, kilometr və provins, yəni əyalət sözlərindən və salesdən istifadə etdikləri halda Amerikanlar istifadə edir feet, mile, state-dən. Eyni cümlə harda var? Baxın, bu hissədə qeyd olunur. Baxın, bu cədvəldəki metr, kilometr ölçü üçün salesdən istifadə etdikləri halda Amerikalılar feet, mile-dan istifadə edirlər. Və burada da həmçinin ardı gəlir ki, USA-də statlar, ştatlar olduğu halda Kanadada əyalətlər var. Deməli, bu da tamamilə doğrudur. Səhv olan variant burada olacaq A variantı. Səbəbi nədir? Deməli, maşınlar Amerikadansa Kanadada daha vacibdir. Kanadada daha vacibdir və çox Kanadalı Amerika nəqliyyat vasitələrinə yiyələnir. Burada ikinci cümlə düzləndikdən sonraki, amma bu səhvdir. Maşınlar Amerikada daha vacib deyil. Bu son cümləni nəzərə yetirin. Cars are almost as important in Canada as they are in the USA. USA'da olduqları kimi vacibdir, önəmlidir Kanadada da. Burada isə Amerikada daha çox olduğunu deyir. Buna görə yanlışdır. Doğru variant olacaq A variantı.